1912-ci ilin aprel gecəsi. Okeanın ortasında batmaz deyilən Titanik buzdağı ilə toqquşaraq parçalanır. Millərlə insan addım-addım ölümə yaxınlaşırdı. Çarəsizlik, qışqırıq, panika. Hər saniyə bir insan ömrü qədər ağır idi. Bu dəhşətli gecədə yalnız 710 nəfər sağ qalır. Onlardan biri də Yapon Masabumi Hosono'dur. Məsələ burasındadır ki, bu adam sağ qalmaqla həyatını xilas edir, amma şərəfini, hörmətini və adını itirir. Masabumi Hosono adlı bu Yapon məmur Titaniklə səyahət edən yeganə Yapon olub. O, Avropadan ezamiyyətdən qayıdan dövlət işçisi idi. 1912-ci ildə Titanik gəmisində qəzaya düşüb. Masabumi Hosono qeyd dəftərində yazırdı. O, gəmidə özünü ölümə hazırlayarkən ağlına həyat yoldaşı və uşaqları haqqında fikirlər gəlib. Mən bir Yapon olaraq utanacaq heç nə qoymadan özümü rahat şəkildə ölümə hazırlamağa çalışdım, deyirdi. Titanikdə əvvəlcə uşaqlar, sonra qadınlar protokolu var idi. 13 saylı xilas edici qayığı okeana endirən zabit qışqırdı. Daha 2 nəfər üçün yer var. Zabitin çağırışını eşidən bir adam Hosono'nun qabağında xilas edici qayığa tullandı. Geri dönüşü olmayan bir nöqtədə olduğunu və bu son şansı ələ keçirməyə can atdığını anlayan Hosono, onun ardınca xilas edici qayığa minərək Titanikdən ayrılaraq okeana enir. Okeana endikdən sonra Titanikin batdığının şahidi olan Hosono həmin anları belə xatırlayırdı. Gəmi batdığı anda boğulanların dəhşətli qışqırıqları eşidilirdi. Bizim xilas edici qayıq ərlərinin və atalarının həyatlarından qorxan, hönkür-hönkür ağlayan uşaqlar və qadınlarla doluydu. Mən də onlar qədər depressiyadaydım. Onun hekayəsi ilə maraqlanan yerli jurnalist Hosono'dan müsahibə götürdü və hekayəsini qəzetdə dərc etdirərək ona şanslı Yapon oğlan adını verdi. Bütün bu müsahibələrdən sonra Hosono'nun Titanikdən sağ çıxma hekayəsini Yaponiyada hər kəs bildi. Lakin Hosono tamamilə gözlənilməz reaksiya ilə üzləşdi. Qəzetlər onu qorxaqlıqda ittiham edir, dəstliklər onun hekayəsini utanc verici davranış nümunəsi kimi göstərirdilər. Bundan əlavə, bir universitetin etika professoru onu hərəkətlərinə görə əxlaqsızlıqda ittiham etdi. Bu ölkədə o zaman inanırdılar ki, biabırçı xilas olmaqdansa şərəflə ölmək yaxşıdır. Onu samurayların ruhuna xəyanət edən bir qorxaq adlandırdılar. O, Titanikdəki qorxaq Yapon ləqəbini aldı. Hosono işini itirdi və 68 yaşında ölənə kimi həyatını utancla yaşadı. Hətta ölümündən sonra da ailəsi bu utancı daşımalı oldu. İllər keçdi, dünya dəyişdi və insanlar başa düşdü ki, Masabumi Hosono qorxaq deyildi. Hər bir insan kimi sadəcə yaşamaq istəyirdi.